Salamünaleyküm. Ben bugün yine size paytaxtda en yaxın məsafədə yerləşən, istirahət üçün en sərfəli yerlərdən biri olan Siyəzən rayonunun Qalaltı kəndini göstərirəm. Burada hələ istirahət mərkəzi də var o bu adda. Ancaq mən isə gəlmişdim, istəyirəm sizə də çəkiliş edeyim, göstəreyim. Paytaxtda en yaxın məsafədə yerləşən, təxminən 100-110 kilometr, 120 kilometr belə məsafədə yerləşən en gözəl, havası da çox saf, təmiz, quru havası var buranın. Bəzən bizim insanlar istirahət deyəndə ancaq yeməyi düşünürlər, fikirləşirlər ki, mütləq istirahətə gedəndə hansısa bax belə istirahət mərkəzlərində ancaq qidanı yeyib içməyi nəzərdə tutulur. Xeyr. Gələndə bax belə. Kim ki məni kimi yemək, içmək düşkünü deyilsə, sadəcə olaraq gəlib bu təbiətin gözəlliyindən də zövq ala bilərsiniz. Yaxın məsafədə, səhər gəlib axşam da qayıda bilərsiniz. Kimin imkanı varsa qala da bilər. Burada evlər də var, istirahət mərkəzi dediyim kimi var. Amma burada gəlib istirahət eləməyə və axşam da qayıdıb evinizə getmək üçün çox gözəl. Səhər tezdən çıxırsınız, axşam da qayıdırsınız, gedirsiniz evinizə. Yəni en gözəl bir məkandır. Demirəm, havası çox quru, sərfəli, rahat. Şəraiti də çox gözəldir. Baxın, təbiətə baxın, görün necə gözəllik. Baxın. Baxın, görün, bax. Dağın başına bax. Görürsünüz, o qalanına bax. İndi günəş elə düşür ki, günəşin şüaları qoymur onu tam görsənməyinə. Ancaq görürsünüz nə gözəl. Baxın, bax belə. Rahat eləmək üçün çox düşünmək, çox vəsait haqqında düşünməyə ehtiyac yoxdur. Sadəcə bax, təbiətdən zövq almağın özü istirahətdir. Havası təmiz, səliqəli, gözəl, yaxın məsafədə və sağlamlıq üçün çox vacibdir. Hətta buranın da suyu da var, Qalaltı deyilən su var. Gələndə özünüzlə ondan da apara bilərsiniz. Böyrək daşları üçün istifadə olunur. Çox effektivli bir üsuldur. Ancaq mənzərə üçün super yerdir, baxın. Özü en gözəl yerlərdən biridir. Görürsünüz, bax, en gözəl.